Bəzən həyat o qədər rahat axır ki, dəyərini unutmağa başlayırıq. Amma bir köhnə görüntü, bir səs, bir xatirə bizi illərlə geri aparıb o ağır 90-cı illəri xatırladır. Qıtlığı, çörək növbələrini, insanların sabaha ümidsiz baxdığı günləri. Çörəyin bir tikəsi belə ümid idi, sükut, qorxu idi, hər nəfəs sınaq idi. Bugün isə Allahın izni ilə masamızda çörək, evimizdə istilik, ölkəmizdə əmin-amanlıq var. Bunların hamısı uca Allahın bərəkəti, rəhməti və böyük lütfüdür. Uca Allah buyurur, sən xatırlat, çünki xatırlatmaq möminlərə fayda verir. Unutmayaq, neməti dərk etmək elə şükürün özüdür. Şükür etdikcə bərəkət artır, unutduqca azalır. Bir anda yanıb qəlbən deyək, Allahım, bizə verdiyin əmin-amanlığa, ruzimizə, bu bərəkətli günlərə görə sənə sonsuz şükürlər olsun.